Canlı varlıqlar yer anlamıyla desək öldükdən sonra onların cismani hissəsi, yəni bədəni torpaq içərisində qəbirdə çürüyərkən ağ işıq, xaçı və boz zərələr ilə nə baş verir? Dedik ki, ölüm yoxdur. Əbədiyyət, əbədilik var. Əgər canlı varlıq yer anlamıyla desək ölürsə, yəni onun özlüyü, varlığı öz təyinlənmiş məkanına qayıdarkən onun cismaniliyini təşkil edən bədəni qalır yerdə. Bu cisim, bədən ya dəfn olunur, ya da gözdən qıraq bir yerdə açıq şəkildə yer üzərində qalır. Canlı varlıq yer üzündən qayıdarkən, yəni özünün varlığını və ya özlüyünü yer üzərindən apararkən, özünün yer üzərində olan yaşayış müddətindəki fəaliyyətinin, xasiyyətinin, savadının, biliyinin, əxlaqının, mədənilik səviyyəsinin, qarşılaşdığı və iştirak etdiyi hadisələrin bütövlükdə yaddaşını, elə bil ki, foto sürətini, kino lentini özü ilə aparır. Yerdə qalan cismanilik, material hissə tədricən çürüyüb torpağın özünə qarışır. Bu çürümə prosesi uzun prosesdir. Bəzən fərdin qalığının, modelinin çürüməsi çox sürətlə baş verə bilir. Bu da böyük yaradanın onun modelinə də bir rəhmindəndir. Fərdin modelinin uzun prosesli çürüməsinin də öz anlamı var. Yer məkanında hər gün saysız hesabsız insan, heyvan, quş, balıq, bitki, ağac, yarpaq, ot, həşərat, kiçik mikroorqanizm və s. ölür. Bunların da varlığı, özlüyü qaydandır. Cismani hissəsi yerdə qalıb çürüməzsə, bir ayın ya bir ilin ərzində yer üzərində gör nə qədər cəsəd qalar. Bunların dəfn olunanı var, dəfn olunmayanı da. Çürümə baş verməzsə, yer üzü dönüb olar xəstəlik kəlləyi. Əslində isə yer kürəsində çürümənin sayəsində geniş vüsətli xəstəlik yoxdur. Bütün bu ölmüş cəsədlərin, qurumuş otların, tökülmüş yarpaqların hifz edəni var. Ağ işıq zərələri və onların hərəkətləri cəm yaranışlar içərisində bunları da bir yaranış kimi hifz edir və qorunmalarını qaydaya salır. Bundan başqa bütün bu ölü varlıqlarda xaçılıq, xaçı zərələr hərəkəti də vardır. Ki bu zərələr də onları və ətrafı qoruyur. Yəni imkan vermir ki, ətraf aləm adi xəstəliyə yaxud epidemik, yayıla bilən xəstəliyə çevrilsin. Bir var ki, öz əcəli ilə ölmüş canlı. Bir də vardır ağır, keçici xəstəlik nəticəsində ölmüş canlı. Bunların hər iki növü fərq etməz. Bu zərərlərin hərəkəti hesabına qorunur və çürümə tədricən baş verir. Yəni ağ zərələr yaranış zərələridir, onları hifz edir. Qorunuşu isə xaçı zərələrin hərəkəti hesabınadır. Bəs boz zərrəciklər nə edir? Boz zərrəciklər varlığın əbədiyyətidir və digər zərrələr ilə həmahəng fəaliyyətdədirlər. Öldükdə canlı varlıqdan onun ruhu, işığının özü, özlüyü ayrılıb gedir. Deməli, boz zərrəciklər qəbirdə, canlının öldüyü yerdə qalır. Canlı varlığın özlüyündə, öz varlığında olanlar onun cismində də var. Çünki bu özlüyü bir fərd kimi onun cismindən, konstruktiv modelindən dirikən seçib ayırmaq olmaz. Canlı varlığın bədənində minlərlə, özü də bağlılıqda olan toplum sahələri, hüceyrəvi üzvlər vardır ki, bunlar hifz olunmalıdır. Hər hüceyrədə, onun hər kiçicik hissəciklərində də ağ, boz və xaçı zərələr var. Təzə ölmüşün cəsədinin xaçı zərələri ətraf aləmdə, məsələn, qəbirdəki torpaqda olan xaçı zərələrlə həmahəng hərəkətə başlayır. Və çürümə o vaxt qurtarır ki, torpağın xaçı və boz zərələri ilə bədənin çürüntüsünün xaçı və boz zərələri və onların hərəkət ahəngi eyniləşsin, bərabərləşsin. Əgər skelet, sümük də çürüyüb qurtarıb, torpaqla tam qarışıb toparlaşmayıbsa, demək proses hələ gedir. Hələ qurtarıb da dayanmayıbdır.